Salam, bu videomuzda deməli Azərbaycan daxili suları mövzusu ilə sizin qarşınızdayıq. Azərbaycan daxili suları deyəndə Azərbaycanın çayları, gölləri, kanallar, su anbarları, kanalları və sair kimi məsələləri biz burada toxunacağıq. Azərbaycanda ümumiyyətlə illik xırdalı 8400-ə yaxın çay mövcuddur. Ümumiyyətlə bu çayın çox olması və yaxud da ki, belə deyək də, bəzi ərazilərdə çay şəbəkəsinin sıxlığının az olması və yaxud da çox olması birbaşa iqlimi ilə, bir də relyef xüsusiyyətlərindən asılıdır. Ona görə qeyri-bərabər paylanıb. Dağlıq ərazilərdə çay şəbəkəsinin sıxlığı yüksəkdir. Düzənlik ərazilərdə quraq iqliminə əsasən belə deyək, çay şəbəkəsi belə deyək seyrəkdir. Çay ümumiyyətlə coğrafi yerləşməsinə görə respublikamız 4 böyük region çayları var ki, bunlardan hansılardır? Birinci Böyük Qafqazın şimal-şərq çayları, Qobustanın çayları, Kür hövzəsinin çayları, bir də Lənkəran, Talış dağlarından axan çaylar hesab olunur. Bax, məsələn, Böyük Qafqazın şimal-şərqinin çayları var. Burada Samurdur, Qusardır, Qudiyaldır, Qaraçaydır, Vəlvələ çayıdır, Girgil çayıdır, Ata çayıdır. Abşeron, Qobustanın çayları Pirsahat, Ceyrankeçməz, Sumqayıt çay, Talış dağlarının çayları Bolqar çay, Astara çay, Təngərud, Bilək çay və Lənkəran çay. Kürün sol qollarının çayları Qanı Xəyri çayın belə deyək də çayları Zaqatala ərazisindən axan Mazım çay, Balakən çay, Katex çay, Kümürük çay, Kiş, Şin, Qanıq, Qapırlı və Əyri çay daxildir. Kürün sol qolu Şirvanın çayları Əlican çay, Türyan çay. Türyan çayın iki qolu var. Tikanlı və Dəmiraparan çayları, Göyçay, Girdiman çay, bir də Ağsu çay hesab olunur. Sonra biz burada digər Kürün sağ qolu olan aşağı hissədə Kiçik Qafqazın şimal-şərqində Ağstafa, Tovuz, Həsənsu, Zəyəmçay, Şəmkirçay, Qoşqar, Gəncə, Kürək və İncəçay daxildir. Kürün sağ qolu Kiçik Qafqazın cənub-şərqi Tərtər, Xaçın, Qarqar çaylar daxildir. Arazın sol qolu Kiçik Qafqazın cənub-şərq hissəsi Köndələn, Həkəri, Bərgüşad, Bazar çayı da deyirlər. Oxçu çay bura daxildir. Arazın sol qolu Naxçıvanın çayları Ordubad, Qarağaçay, Gilançay, Əlincə çay, Naxçıvan çay və Arpa çayı bura daxildir. İndi Azərbaycanın bəzi çaylarının xüsusiyyətlərini qeyd edək. Məsələn, tranzit çaylar. Tranzit çaylar necədir? Bir neçə ölkədən keçib, bir başqa ölkələrdən gəlir, ölkəmizdən də keçən bir çaydır. Bir neçə ölkədən keçən çaylardır. Məsələn, Kür çayıdır həmçinin. Kür Türkiyə, deməli Gürcüstan, Azərbaycan və sair bura qədər Xəzərə qədər gedib tökülür. Araz çayıdır həmçinin, Samur çayıdır, Arpa çayıdır, Oxçu çayıdır, Ağstafa çayıdır, Qanıqdır, Qabırı çaylardır. Bunlar tranzit çaylardır. Sərhədimizdən keçən sərhəd çaylar Astara çay, Araz çayı, Samur çayı, Mazım çay, Bolqar çay bunlar daxildir. Mənsəbi okean səviyyəsindən aşağıda yerləşən, yəni Xəzərə tökülən çaylar var. Burada məsələn Kür çayı, Samur, Qudiyal, Qusar, Təngərud, Viləş, Lənkəran, Astara, Vəlvələ çay, Qaraçay, Ata çay, Şahablan çay, Girgil çay. Araz çayının özü də mənfi belə deyək 11 metrdə Sabirabad rayonunda Kürə tökülür. Göyçay, Girdiman çay və Ağsu çayları da həmçinin okean səviyyəsindən aşağıdır. Axımı tənzimlənmiş, üzərində su anbarı olan Kürün üzərində var. Arazın, Bolqarın, Ağstafa çay, Arpa çay, Əyri çay, Tərtər, Qarqar, Şəmkir və Köndələn çay belə deyək, çaylar üzərində su anbarları mövcuddur. İndi isə regional üzrə əsasən bunların xüsusiyyətlərinə fikir verək. Böyük Qafqazın şimal-şərqin çayları Samur, Qusar, Qudiyal, Qaraçay, sonra Vəlvələ çay, Girgil çay və Ata çay daxildir. Bunların hansı xüsusiyyətləri var? Bəzi xüsusiyyətlərinə fikir verək. Birbaşa Xəzərə tökülür bu çaylar. Buz və qar suları ilə qidalanır. Yayda bol sulu olur, çünki yayda qarlar əriyir, buzlaqlar və bol sulu olur. Kanyonvari dərələr var, dağ çaylarıdır. Su toplayıcı hövzəsi 2 fiziki coğrafi rayonda yerləşir. Burada Qonaqkənd, bir də ki Samur Dəvəçi fiziki coğrafi rayonu. Samur çayı Quton dağdan başlayır, burada Quton dağdan başlayır və Rusiya sərhədindən axır, tranzit çaydır. Qudiyal çayı da Salavat aşramından başlayır.
Bu oldu Böyük Qafqazın şimal-şərqi çaylarının əsas xüsusiyyətləri. O Qobustan, Abşeron çayları əsasən az suludur, yayda quruyur. Sonra Orta Dağdan başladığı üçün yağış suları ilə qidalanır əsasən. Xəzərə çatmır çox vaxt. Xəzərə birbaşa tökülən çaylardır. Pirsaat, Sumqayıt, Ceyran keçməsi, Stal çay bura daxildir. Palçıqlı sellər əmələ gətirir. Pirsaat üzərində Hacıqabul rayonunda su anbarı mövcuddur. Sonra Şirvanın çaylarına fikir verək. Şirvanın çayları əsasən hansılardır? Əlincə çay, Türyan çay, Tikanlı və Dəmiraparan çayı ilə birlikdə Göyçay, Girdiman çay, Ağsu çay bura daxildir. Böyük gətirmə konusları var. Gətirmə konuslar uşaqlar. Burada əsasən konusa bənzər dağdan düzənliyə qovuşduğu sahələrdə bu hissələrdə gətirmə konuslar mövcuddur. Yeraltı və yağış suları ilə qidalanırlar. Kürdi-Şirvan zonasındadır. Yay ayları intensiv suvarma səbəbindən kürə bəzən çatmır. Kürün sol qollarıdır. İki fiziki coğrafi vilayətdə yerləşir. Göyçay, Girdimançay Babadağdan, Türyançay Tufandağdan başlayır. Türyançayın iki qolu var, Dəmiraparan və Həmzəli çay, Tikanlı çay da deyirlər. Türyançay Ağdaş rayonunda, Girdiman və Kürdəmir rayonu arasında Kür çayına tökülürlər. Yəni Türyançaydır və Ağdaş rayonu ərazisindən deməli burada Girdimançay isə Kürdəmir rayonu ərazisindən ümumiyyətlə kürə tökülən çaylardır. Bu Şirvanın çaylarıdır. Böyük Qafqazın cənub yamacının çayları bura aiddir. Mazımçay, Katexçay, Qaraçay, Kümrükçay, Kişçay, Şinçay bunlar daxildir. Qaborlu, Qanıq çayları da bura daxildir. Qaborlu çayları əsasən sərhəddə yerləşən çaylardır. Bu çaylar əsasən daşlı, palçıqlı sellərə malik olur. Böyük gətirmə konuslar yaradır. Burada da Qanıq-Xəritçay vadisində, dağdan düzənliyə qovuşduğu sahədə. Sonra Gürcüstan sərhədimiz bu çaylarladır. Mazım, Qanıq qabırı. Qanıq qabırı çayları Mingəçevir su anbarına tökülür. Bax, Qanıq da, qabırı da Mingəçevirə tökülür. Yeraltı sularla əsasən qidalanır. Katexçay Qutondağdan başlayır və Əyriçay üzərində su anbarı mövcuddur. Kiçik Qafqazın şimal-şərqinin çaylarına fikir verək. Burada Ağstafa çay, Həsənsu, Tovçay, Zəyəmçay, Şəmkirçay, sonra burada Qoşqar çay, Gəncə çay, Kor çay, Kürək çay daha doğrusu daxildir. Bu qidalanma mənbələri əsasən yağış suları ilədir. Kür çayının sağ qollarıdır. Kür axır istiqamətə qolu təyin edən də axım istiqamətinə baxırsan. Bunun sol tərəfi bu yuxarı olur, sağ tərəfi isə aşağı olur. Ağstafa və Tovuz çay tranzit çaydır, yəni başqa ölkədən gələndir. Ağstafa üzərində su anbarı var. Qoşqar çay ən çirklənmiş çay hesab olunur ölkəmizdə. İki fiziki coğrafi rayondan keçirlər. Gəncə, bir də ki, Qazax, Qarabağ fiziki coğrafi rayonlarından keçirlər, vilayətlərlə. Bundan sonra vulkanik yayla və Qarabağ silsiləsinin çayları bura daxildir. Əsasən vulkanik çaylar, vulkanik yayladan başlayan, yəni buradan başlayan çaylardan bu Ermənistan arasından keçən Naxçıvanın da gedən Arpa çay, sonra Tərtər çay, fikir verin. Kəlbəcər, Tərtər, Bərdə rayonlar ərazisindən keçən ərazidir. Bir də Həkəridir. Buradan başlayır. Tərtər çay Gəlinqaya zirvəsindən başlayır. Kəlbəcər, Tərtər, Bərdə, İnzibati rayonundan axır. Yeraltı sular ilə qidalanır. Su səbəb vulkanik suxurlar üstünlük təşkil edir burada. Ona görə yeraltı suların qidalanır. Tərtər çay Kür çayının sağ qoludur. Üzərində Sərsəng su anbarı vardır. Sonra Həkəri belə deyək, çay vulkanik ən hündür zirvəsi olan Dəli dağdan başlayır. O Həkəri Dəli dağ zirvəsindən başlayır. Araza tökülür. Həkəri çayı bir qolda Bazar çayıdır, tranzitdir bu çay. Bununla yanaşı bax, bunları qeyd etmək olar. Oxçu çay Qafçıq dağlarının ətəklərindən başlayır. Tranzit çaydır, ən çox çirklənmiş çaydır. Oxçu çayı fikir verin. Qafçıq dağlarının burada başlayır, tranzitdir və ən çox çirklənir. Qarabağ silsiləsində Xaçın, Qarqar, Köndələn çay başlanır. Qarqar, Xaçın, Kürün sağ qolları, Köndələn isə Arazın sol qolu hesab olunur. Yəni Araz da bu istiqamətdədir. Yuxarısı sol, aşağısı sağdır. Sonra Naxçıvanın çaylarına fikir verək. Naxçıvanda əsasən qərbdən şərqə doğru düşsək Arpa çay gəlir. Sonra Naxçıvan çay gəlir, Əlincə çay gəlir, Gilan çay gəlir, bir də Ordubad çay gəlir.
Bütün çaylar Arazın sol qoludur. İranla İslam Respublikası Arazın sağ qolları isə İran İslam Respublikası ərazisindədir. Arpaçay əsasən tranzit çaydır, yəni başqa ölkədən keçir. Eyni sonbarı da var. Gilançay Qapıcıq zirvəsindən başlayır. Gilançay Qapıcıq zirvəsindən buzlaqlarından qidalanır Gilançay. Çaylar su almada istifadə olunan Naxçıvan ən hündür mənsəbəyə malikdir. Çünki burada hündürlük demək olar ki 600-800 metrə qədər hündürlük qalxır mənsəbəndə. Yəni bu aşağılarda Şərurdubat düzündə palçıqlı sellərdə olur burada. Lənkəranın çaylarına baxaq. Lənkəranın çayları deməli Viləkçay, Bolqarçay, Lənkəran çay, Təngərüd çay, Astara çay daxildir. Ümumiyyətlə yağış suları və yeraltı sular ilə qidalanırlar. Həm yağış, həm də yeraltı sular ilə orta dağlıqda başlayırlar. Birbaşa Xəzərə tökülür. Bolqar çayı istisnadır. Sərhəd gedir. Qidalanması qar buzlarla iştirak etmir. Çünki Talış dağlarında orta hündürlükdə qar xətti demək, nival ladşaft demək olar ki, yoxdur. Sonra burada Kür çayı haqqında ümumi məlumat bilək. Qızılgədikdən başlayır Türkiyə ərazisinə 2740 metrdən. Türkiyə, Gürcüstan, Azərbaycandan keçərək Xəzərə tökülür. Qar suları ilə qidalanır. Uzunluğu 1515 kilometrdir. Üzərində meandrlar var çoxlu. Sabirabad şəhərində sonra Neftçalandan, yəni Yevlaxa qədər gəmçilik istifadə olunur və Sabirabad şəhərindən sonra heç bir qol qəbul etmir. Sabirabada qədər axırda da Araz çayı ilə tökülür Sabirabadın su qovşanına. Araz çayı Türkiyənin Bingöl silsiləsindən başlayır 2990 metrdən 1072 hündürlüyüdür. Sabirabad şəhərində -11 metr hündürlükdə kürə tökülür. Qidalanması isə yeraltı sulardır. Mayda ən yüksək, avqustda isə ən az sulu dövrüdür. Sonra çayların qidalanma mənbələrinə baxaq. Samur dağlı, Qusar, Qudiyal, Dəmiraparan, Gilan çayları var ki, bunlar qar və buzlaq ərinnti sularına üstünlük təşkil edir. Vulkanik yayla ilə Tərtər, sonra burada Həkəri çayıdır, əsasən yeraltıdır. Arazdır, Naxçıvan, əksər çaylardır, yeraltıdır. Gilandan başqa digərləri yeraltıdır. Gilan isə buzlaq mənşəlidir. Türyan çayıdır, üzüdür, yeraltı sulardır. Orta dağlıq hissələrdən keçir. Yağış suları ilə qidalananlar isə Ceyran, məsələn Lənkəranın əksər çayları, bir də Ağsu çayı, sonra Köndələn çay, İncə çay, Bilək çay, Abşeron, Qobustanın çayları, Ceyran keçməz, Qarqar çayı da yağış suları ilə qidalanır. Fikir verin, Araz Kür çayının 52 qar, yeraltı su 46%, Arazdadır. Sonra yeraltı qar, yağış, qar, yeraltı yağış suları ilə əhatə olunmuşdur. Bu da ümumilikdə həmin o çay şəbəkəsinin xəritəsidir. Göllər var. Respublikamızda göllər var. Göllər əsasən mənşəyinə görə tektonik, uçqun, çay-dərə mənşəlidir, buzlaq mənşəlidir var. Məsələn, Tufanda buzlaq mənşəli göldür. Qəbələ rayonundadır, şirin suludur. Yadınızda saxlayın. Burada Tufan gölü də görürük burada. Sonra Ağzıbirçala laqum mənşəlidir. Şabran rayonunda şorsulu göldür. Laqum mənşəli liman mənşəlidir. Yəni belə deyək də Xəzər dənizinə yaxın yerləşən və liman mənşəli, laqum mənşəli göl hesab olunur. Sarısu göl ən böyük göldür respublikamızda. Çay-dərə mənşəlidir. Yəni Arazı Kürün belə deyək də axmazıdır, axmaz mənşəlidir. Sabirabad İmişli rayonu ərazisindədir, şorsuludur. Mehmanadır, axmaz mənşəlidir. Beyləqan İmişli Ağcabəd rayonundadır, şorsuludur. Sonra buradan gəldik Ağgöl, axmaz mənşəlidir. Ağcabəd rayonundadır, şorsuludur. Göygöl, Maralgöl, Uçqunbənddir, şirin sulu göllərdir, Göygöl rayonu ərazisindədir. Hacıqabuldur, Çay-dərədir, axmaz mənşəlidir. Hacıqabul rayonunda şorsuludur. Binəqədidir, Masazırdır, sonra Böyük Şordur. Bunlar tektonik mənşəli qalıq göllərdir. Bunlar da əsasən Bakı, Abşeronda yerləşir, şorsulu göllərdir. Batabat Naxçıvanda yerləşən Uçqunbənd mənşəli göldür. Şahbuz rayonunda şirin suludur. Qanlı göl tektonik mənşəlidir. Burada Naxçıvandadır, bu da Qanlı göl. Daha doğrusu Bakıda da var. Bir də ki, Naxçıvanda da var. Naxçıvandakı Qanlı göl, Naxçıvandakı Qanlı göl
əsasən uçqun bənd mənşəlidir. Bakıdakı isə tektonik mənşəlidir, qalğı mənşəlidir. Deməli, Naxçıvanda Batabatla Qallıgöl uçqun bənd mənşəli oldu. Böyük və Kiçik Alagöl tektonik göllərdir. Kəlbəcər rayonu ərazisindədir, fikir verin və belə deyirik, şirin suludur. Bir də ki, buradakı Qanlıgöl tektonik mənşəlidəki korsuludur. Uçqun bəndi olan Şahbuzdakı isə şirin suludur. Qaragöl var, vulkanik mənşəli. Bu Laçın rayonu ərazisində yerləşir və şirin suludur. Bir də Candargöl var, Axınmaz Çaydərə mənşəlidir. Ağstafada yerləşir, şirin suludur. Bu Azərbaycanın gölləridir. Sonra Azərbaycanda yerləşən su kanalları var. Bir məsələn Samur Abşerondur. Samur Abşeron deməli burada başlayır Samur çayından, uzunluğu 182 metrdir. Samur Dəvəçovalığı ərazisindən su varır. Yuxarı Qarabağ hissəsidir. Başlayır Mingəçevir su anbarından 175-dir. Mil Qarabağ düzün Mil, bir də Qarabağ düzlərin su varır. Sonra Yuxarı Şirvan var, Yuxarı Şirvan kanalı. Deməli, Yuxarı Şirvan kanalında da Mingəçevirdən başlayır. Şirvan düzün ümumiyyətlə su varır. Baş Mil var. Mil Buğan su anbarından başlayır aşağıdan Araz çayı üzərində. Mil düzün. Baş Muğam isə Bəhrəmtəpədən başlayır. Vəsvadan Bəhrəmtəpədən başlayır. Muğan düzün. Əzbəyov da elə Bəhrəmtəpədən başlayır. Muğan düzün. Hətta Cəlilabada qədər gəlib çıxır Əzbəyov kanalı. İndi burada bu kanalların bəzi xüsusiyyətləri var. Ən uzun kanal Samur Abşeron kanalıdır. Ən çox ərazi su varan Şirvan kanalıdır. Ən çox özü ilə su gətirən daha doğrusu Qarabağ kanalıdır. Bax, bunlardır. Ən kiçik də demək olar ki, deməli Əzbəyov kanalı hesab olunur. Su anbarlarımız var. Mingəçevir su anbarı ən böyükdür sahəsinə görə. Sonra Mingəçevir Yevlax Gölü Samux rayonundadır. Kür çay üzərindədir. Ondan sonra Araz su qovşağı var. Naxçıvan Babək Kəngərlidə Araz çayı üzərindədir. Sonra Şəmkir su anbarı var. Şəmkir Tovuzda Kür çayı üzərindədir. Sonra biz burada qeyd edə bilərik. Xanbulançay Lənkəranda Məcradan kənardır. Vilaşçay sonra Lənkəranda Vilaş çay üzərindədir. Arpaçay Şərur rayonu ərazisində Arpaçay üzərindədir. Sərsəng Kəlbəcər Tərtər rayonu ərazisində keçən Tərtər çayı üzərindədir. Ceyranbatan Abşerondadır. Samur Abşeron kanalı vasitəsilə suyu təmin olunur. Məcradan kənardır. Mirmuğan Füzuli rayonu arasında Araz üzərindədir. Sonra Varvara Yevlaxda Kür çayı üzərindədir. Şəmkir Tovuzda Kür çayı üzərində. Yenikənd Şəmkir rayonu ərazisində Kür çayı üzərində əsas su anbarlarımız qeyd olunub. Sonra Xəzər dənizi haqqında danışaq. Xəzər gölü böyüklük hidroloji xüsusiyyətinə görə yadda saxlayın, dəniz adlandırılır. Sahəsi dəyişkəndir, 380.000 kvadrat kilometrdir. Bəzi mənbələrdə 395-dir. Yəni bu dəyişkəndir. Orta dərinliyi 184-dür. Ən dərin maksimal dərinliyi 1025 metrdir. Lənkəran çökəkliyi. Bunların adı məsələn Xəzərin 70-ə yaxın adı olub. Bakı, Gürcan, Xvalin, Ağdəniz, Lənkəran dənizi, Mazandaran və s. Avropalılar Kaspий deyir buna. Biz də Xəzər dənizi adlandırırıq. Yəni bundan bağlıdır. Bu da onun adı müxtəlif olması onun ətrafında yaşayan xalqlarla bağlıdır. Bu Xəzər dənizi Lavrasiya və Gondavan parçalanması nəticəsində Tetis olub. Tetisdə parçalanaraq onun qalığı olub. Orada Qara dəniz, Xəzər dənizi yerində nəhəng Sarmat dənizi olub. Və sonralar onlar belə deyək də parçalanaraq Xəzər qapalı bir hövzəyə çevrilmişdi. Xəzərin forması S formasındadır. 47 şimal ili 36 şimal ili arasında yerləşir. 5 dövlətli sahilin yuyur. Xəzər sahil xətti Azərbaycan üzrə sektoru üzrə 85. Ən böyük uzun sahil xəttləri isə Qazaxıstan üzrədir. Bu da demək olar ki çoxdur və Xəzər üzərində yerləşən yarımadalara baxaq. Məsələn, bu Rusiyaya aid olan Aqraxan, Azərbaycana Abşeron, Qazaxıstana Manqistav Buzaçi, Türkmənistan başı Çereken, sonra İrana isə Miyanqaladır. Adalar Çeçen adaları, Bakı Abşeron arxipelağı,
Qazaxıstanda Suiti-Kulali, Türkmənistanda Oğurçu adası. Körfəzləri Rusiyada Qızlar, Azərbaycanda Qızıl Ağac, Qazaxıstanda Mangistay Qazax, Türkmənistanda Türkmənbaşı Qarabağaz göl, bir də ki İranda Bəndərşah körfəzləri yerləşir. Bu da bizim Xəzərin ümumi burada yerləşən o dediyimiz həmin o hissələrdir. 3 hissəyə ayrılır. Deməli, şimal hissəsi, sonra burada olacaq mərkəzi hissə, bir də ki cənub hissələrinə bölünür. Xəzər 3 regiona bölünür, 3 hissəyə bölünür. Bu da Xəzər dənizi haqqında vacib bilməli olduğunuz əsas hissələrdir ki, bunları qeyd edirik. Bir də Xəzər dənizində fikir verin, suyun dövriyyəsi Xəzərin qərbində cənuba doğru, şərqində isə şimala doğru axıntı var. Fikir verin, bu formada olur bu axıntı.